Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Hörmətli qardaşlar və əziz qardaşlarım, Allaha sonsuz sayıda şükürlər olsun. Allah subhanahu müvəffəq elədi. Bu oruçluq demək olar ki, qutardı. Sözsüz ki, insanın sevinç də var içində, amma kədər də var. Həqiqi mənada çox tez qutardı. Bu da ona dəlalət edir ki, artıq yəni qiyamətə çox yaxınıq. Yəni zamanın tez keçməsi bu qiyamətin yəni əlamətlərindəndir. Fikir verirsən, yəni Ramazan ayının daxil olmağı ilə çıxmağı demək olar ki, eyni oldu, vaxt oldu. Yəni çox belə sürətli keçdi. Yəni bu da bizi yenə də nəyə sövq eləyir? Ona ki, öz üzərimizdə daha çox işləməyə. Və həmçinin necə ki, qeyd elədik, yəni Ramazan müsəlmanı olmamağa, yalnız Ramazanda çalışmamağa, yəni hansı insandan olmaq? Rabbani olmaq. Yəni daim Allah üçün, Rəbbimiz üçün çalışan yəni insanlar olmalıyıq. Və buna görə də əlhəmdülillah nə etməliyik? Yəni oruçluqdan sonra da Allahın izni ilə, yəni Ramazan ayından sonra çalışmalıyıq. Fikir versək, misal üçün Ramazan ayından sonra və Allah Rasul s.ə.v kim deyir 6 gün şavvalı tutarsa, onun üçün sanki bir il oruç var. Yəni bir il oruç tutmuş olar. Niyə görə? Ona görə ki, Allah dərgahında hər şey ona vurulur. Yəni ona vurulur bu orucun günləri. Orucun savabı yox. Orucun savabı Allah subhanahu deyir ki, onun mükafatı məndədir. Heç bir yəni ki, hədisdə və s. bilinməyib. Başqa ibadətlərin dərəcəsi bilinib. Amma orucun dərəcəsi bilinmir. Nə qədər verəcək, Allah onun mükafatını özü verəcək. Amma bax, bir ay tutduq, oruc düzdürmü? Vurulanda ona nə eləyir? 10 ay eləyir. Və təzdən 6 gündə tutanda bu da 2 ayın əvəzidir. Eləyir 12 ay. Budur. Yəni hikmət Allah Subhanahu yenə də bizim üçün nə istəyir xeyir? Yəni Ramazandan sonra yenə dayanmayasın. Yəni Ramazanda gecələr ki, namazlar durub qılır. Ən azı yəni bazar nə qədər bacarırsan əlində saxla. Ramazandan sonra qıl. Və Quran oxuyurdun, əlhəmdülillah, çalış ki, onu saxla əlində. Dilini qoruyurdun, gözünü qoruyurdun ki, nədir? Yəni orucunda xələl gələr. Biz yalnız Ramazan üçün, Ramazan ayını qeyd elədik. Sadəcə dünən o birisi qardaşlar yox qoydu. Ramazan ayı tərbiyədir. Bir mədrəsədir bizim üçün. Bizi hazırlaşdırır, o birisi aylardır, necə olmalıyıq onun üçün. Yəni vallahi ki, ölüm haqdır. Yəni bir də gələrsən gələn illərim, Allah hər birimizə xeyirli ömür versin. Və Allah subhanahu onun itaəti üzərində hər birimizin ömrünü artırsın. Amma nə bilirsən, bizim içimizdə o bilsin ki, gələn il biz olacağıq, mən və yaxud kimsə bizdən olmayacaq artıq içimizdə. Düzdürmü? Oldu bizim heç birimiz olmayaq. Bilmək olmur. Və ona görə biz yalnız bu günün verilib bizdə. İndi bu dəqiqələr. Hətta sabah bilmirik nə olacaqdır. Və aqil insan odur ki, ona verilən vaxt, hansı ki, keçmişi artıq qaytarmaq olmaz, gələcəkdə bilmirsən olacaq olmayacaq, əldə olan vaxtın sahibi, yəni sənindir. Yəni əslində o da bizimdir, yəni biz vaxtın içindəyik. Vaxt getdiksən bizdən gedir. Vaxt getdiksən bizdən gedir. Görürsən, dünya üçün, əlhəmdüzdür, dünya nə qədər olsa, əgər qəlbə daxil olmayıbsa, haram deyil. Amma dünya nə vaxt haram olur, qardaşlar? O vaxt ki, o dünya səni Allahın ibadətindən uzaqlaşdırır. Allahdan uzaqlaşırsan, Allahın dinindən uzaqlaşırsan, artıq o dünya haram olur. Bir şey ki, səni Allahın ibadətindən uzaqlaşdırır, bir şey ki, səni namazda səhlənkarlaşdırır, sən nə edirsən? Namazı mı tərk edəcəksən? Və yaxud hansısa bir Allah subhanahu wa ta'ala'nın bizə vacib buyurduğu amilləri mi tərk edəcəksin? Əlbəttə ki, sən o işi tərk eləməlisən. Qorxma. Nə ruzidən qorxma, heç bir şeydən qorxma. Allah subhanahu wa ta'ala sadəcə hərəyə bir cür imtahan gəlir. Mən də qısa olaraq sözsüz ki, bunu uzun danışmaq olar. Burada
İblisin yəni hekayəsi Quranda gəlir. İstərdim ki, onun barəsində Hicr surəsi 15-ci surədir. 15-ci surənin təxmini başlayır deməli, bu hamısını oxumaq istəmirəm sazlara. Deməli, Allah subhanahu ta'ala necə bilirsiniz ki, yəni iblis də ilk olaraq Allah subhanahu ta'ala mələk olmayıbdır. Sonra mələklər sırasında Allaha ibadət edən bir qul olubdur. Sonra Allah subhanahu ta'ala Adəm əleyhissalamı yaradandan sonra və deməli 29-cu ayədə gəlir. Deyir, fəqu'u ləhu səcidin. Allah subhanahu əmr eləyir. Əmr eləyir ki, hörmət əlaməti olaraq ona hamınız səzdə eləyin. Səzdəyə qapanın. Və bu da ki, Allah subhanahu növbəti ayədə deyir ki, fəsəcədəl mələikətü kulluhum əcməin. Bütün mələklər, yəni hamısı Adəm əleyhissalama səzdə eləyir. Hamısı. İllə iblis. Yalnız iblisdən başqa. İndi bu elə belə şey deyil, qardaşlar. Yəni görün indi, yəni nəyə gətirəcəyik məsələni. Yəni sözümüzdə nə demək istəyirik? Bu misalları gətirməklə. Ki görsən Allah subhanahu ta'ala'nın itaətindən boyun qaçıranda gör kimə tabi olursan və kimə itaət edirsən. Ona görə gətirirəm bunu əvvəlcədən. Aydındır? Nədir? Əbə. Yəni o səcdə edənlərdən olmaqdan yəni imtina elədi, olmadı. Səcdə eləmədi. Allah subhanahu ta'ala 32-ci ayəsində deyir: "Qalə ya iblis mə ləkə əllə təkunu mə'əs-səcidin." Deyir, ey iblis, sənə nə oldu ki, səcdə edənlərdən olmadın? Səcdə edənlərlə və yaxud birlikdə olmadın. Yəni o burada misal olaraq növbəti ayəsində deyir ki, iblis deyir də, yəni mən ondan daha üstünəm. Mən deyir, sənin deyir, bəşərinə səzdə eləməyəcəm. Hansını ki, sən deyir, nədən? Qara bir palçıqdan yarattın. Mənadır təxmini tərcümədir. Və Allah subhanahu ta'ala burada onu inkar ediləndən sonra, bu xəbis sözlərini deyəndən sonra Allah subhanahu ta'ala deyir ki, fəxruc minhə fə innəkə racim. Çıx deyir buradan. Çıx buradan. Hardan? Cənnətdən. Artıq sən yəni qovuldun. Nədən qovuldun? Allahın rəhmətindən qovuldun yəni. Qutardı. Məsələn, Allah subhanahu ta'ala onu qovur tamamilə. Sonra növbəti ayət nədir? Allah subhanahu fə innə aleykəl lə'nət ilə yevmiddin. Sənin deyir, üzərinə lə'nət olsun qiyamət gününə kimi. Lə'nət nə deməkdir, qardaşlar? Yəni, lə'nət Allah subhanahu ta'ala'nın rəhmətindən qovulmuş deməkdir. Ona görə bu lənət oxumaq bəyənilmir, olmaz. Çox zəruri hallarda olar. O da nətər? Misal üçün, daha heç bir şahidi yoxdur insanın, artıq orada gəlir, lənətləşmə gəlir. Və o halda hətta, yəni o halda artıq o insanlar tamamilə də aralanırlar. Ona görə görürsən, bir insanlar var, elə qisim insanlar var ki, lənət dillərindən düşmür. Olmaz bunu eləmək. Buna vərdiş eləmək olmaz. Yəni sən lənət eləyəndə deyirsən, yəni Allah onu, o insanı, o şəxsi, yəni Allahın öz rəhmətindən uzaq eləsin. Bu çox böyük bir problemdir.
Baxın qardaşlarım, mən əsas toxunmaq istədiyim yerlər buradır. Sözsüz ki, bu ayələrin hamısının geniş təfsiratına baxmaq olar. Allahın iznillə, Allah nəsib elər, nə vaxtsa. Qalə Rabbi fəənzirni ilə yevmi yub'asun. Baxın, İblis deyir, ey Rəbbim, onların diriləcəyi, yəni qiyamət gününə qədər mənə möhlət ver. Fikir ver. Kimdir möhlət istəyən? İblisdir. Kimdən istəyir? Allah subhanahu wa ta'alədən. Allah subhanahu nə deyir? Qalə fə innəkə minəl munzarin. Sən deyir, Allah subhanahu buyurdu ki, sən möhlət verilənlərdənsən. Get. İlə vaktil məlum. Məlum olan vaxta kimi. Yəni Allah dərgahında məlumdur vaxt. Vaxt. Baxın qardaşlarım, diqqət bura yetirin artıq. Diqqətiniz burada olsun. Gör nə deyir? Allah subhanahu wa ta'ala burada. Və iblisin xitabıdır. Qalə Rabbi bimə əğveytəni ləuzeyyinənnə ləhum fil ardi və ləuğviyyənnəhum əcməin. İblis deyir, ey Rəbbim, sən məni azdırdığına, yəni çıxartdığına, qovladığına görə, yəni rəhmətindən qovladığına görə mən də yer üzündə olanlara pis işləri gözəl göstərəcəm. Onların hamısını azdıracağım. Baxın qardaşlarım, bunu kim deyir? İblis deyir. Harada oturur bu? Xeyir yolda oturur. Harada xeyir varsa orada oturur. Harada pislik varsa hamısı iblisdəndir. Deməli sən, mən bugünkü gündə əgərlərim hansı Allahın itaətindən, ibadətindən uzaqlaşırıqsa, kimə uymuş oluruq? İblisə uymuş oluruq. Hansı günaha eləyiriksə, kimə uymuş oluruq? İblisə uymuş oluruq. Kimin yəni ki, ibadətindən, itaətindən boyun qaçırır və kimə tabi oluruq? Bu da əsas məsələ. O deyir ki, bəziyəcəm. Bax, fikir ver, bütün haramları bəziyir. Gözəl göstərir insana. O işi budur bunun. Əl çəkmir bundan. Və qiyamət qopana kimi də bu üzərdə olacaqdır. Və amma Allah subhanahu wa ta'ala növbəti ayəsində görün nə deyir? İllə ibədəkə minhumul muxlisin. Daha doğrusu, yəni bu sənin deyir, iblis deyir, sənin deyir, muxlis deyir, xalis sənə ibadət edənlərdən başqa, müti olanlardan başqa. Onları azdıra bilməyəcəkdir. Yəni hansılardır bunlar? Onlar ki, daim Allah subhanahu wa ta'ala'nın razılığını qazanmaq istəyirlər. Və bunun üzərində işləyirlər. Və çalışırlar ki, ibadətlərinə heç bir şey daxil olmasın. Yalnız Allah üçün olsun. Və təvəkküllərini yalnız Allah eləyərlər. İman üzərində işləyənlər daim. Və sonra növbəti ayədə buyurur Allah subhanahu wa ta'ala. Buyurdu. Yəni qalə hədə siratun aleyyə mustaqim. Allah subhanahu buyurdu. Bu mənə tərəf gətirən düz yoldur. Yəni o düz yoldur. Hansılardır? O şəxslər yəni ki, daim üzərində çalışırlar, daim ixlaslıdırlar, ibadətlərini çalışırlar xalis Allah üçün eləməyə. Budur Allah subhanahu wa ta'ala aparan. Və Allah subhanahu wa ta'ala uzaqlaşdıran nədir qardaşlar? Həmən o iblisin bəzədiyi yollar. O insan ona görə günahlara meyləndə, dünya meyləndə dünyaya və görür ki, ibadətlərə zəifləyir, ibadətlərdən uzaqlaşır, deməli özünə sual verməlidir. Allahın yolundadır, yoxsa şeytanın yolundadır? Kimdən dostluq olacaqdır? Allahın dostları ilə, yoxsa şeytanla, şeytanın dostları ilə? Bütün hər şeydə budur, qaydadır. İnsandır. Görürsən ki, Allah subhanahu ta'ala Nəhl surəsinin axırıncı ayəsini deyir. Düzdür, burada ixtilaf var. Alimlər deyir, bəzilər deyir ki, o deyir, cinlərdir, şeytan daha doğrusu, həm insandan olan, həm cinlərdən olan və başqa qism alimlər deyir ki, o deyir, həmən şeytandır, cinlərin və insanların qəlbinə vəsvəsə salan.
Yəni burada nədir məsələ? Məsələ odur ki, yəni şeytan insanlarla olur. Görürsən insan da subhanallah ondan ona çatdırır, bundan buna çatdırır. Nə edir? Nəmnamlıq edir. Nə edir? Cəmaatın arasını vurur. Nə edir? Görürsən ki, nə edir? Yalnız yəni ki, bu işdə çalışır. Yəni o insan bilsin ki, o heç də xeyir yolunda deyil. Əgər tövbə eləməzsə, şeytanın yolundadır. Şeytan bəziyir. Asandır da, rahatdır. Biri var oturarsan Allahın dinini öyrənəsən, biri var oturarsan Allahı zikr eləyəsən, bir də var oturarsan rahat şeydə danışsan, insanları tərəzilərə qoysan, ölçüyə qoysan. Filankəs oradan düşdü, bəhmənkəs buradan getdi, misal olaraq da və s. ilə axır. Bəli, asandır. Ona görə qardaşlar, belə məclislər nəinki danışmaq, belə məclislər əgər olarsa, yəni orada olmaq olmaz. Ən az oradan qaçmalısan. Qaçmasan, sən də qiyamət günü onlarla bir yerdəsən. Və təsəllə ki, o üzərdə ölsən necə olacaq bəs? Böyük günahkar kimi ölmüş olacaqsan. Və Allah subhanahu wa ta'ala necə bilirsiniz ki, qul haqqını bağışlamır. Allah subhanahu wa ta'ala özünə qarşı elədiyin günahları bağışlayır. Qul haqqı qalır qiyamət gününə. Əgər bu dünyada halallaşmarsansa onunla qalır qiyamətə. Kimdir subhanallah qiyamət günü ona halallıq verən? Heç kim qardaş. Yəni ana balasını tanımayacaq. Bala atasının, anasını tanımayacaq o gün. Hər öz hayında olacaq. Nəfsi. O boyda peyğəmbərlər deyəcəklər ki, yəni ki, nəfsim. O ki qaldı, sıravi insanlar olsun. Ona görə bu, əlhəmdülillahi, Allah şükürlər olsun. Allah son bizi çağırdıbdır o zülmətdən. Haqq yoluna yönəldibdir, nur yoldayıq. Nə eləməliyik? Çalışmalıyıq özlərimizdə daim. Bu Ramazan da bizim üçün böyük bir mədrəsə olsun. Və bu Ramazandan sonra, çıxandan sonra görək ki, həqiqətən biz dəyişildik. Xeyrə tərəf, gözələ tərəf. Daim ol xeyir insan. İnsanları xeyrə çağır. Görün nəsil insan da, mən də ola bilər, kimdə ola bilər, ola bilsin artıq qeybətə girir. Nəyə girdiylə qardaş danışma, bu qeybətdəndir. Əgər o həqiqi yəni, nəsiyyət qabiliyyən insandır, Allah razı olsun, alətin insanı. Əgər yox, nəsiyyət qabiliyyən insan deyilsə, deməli sən nədir? Deməli o insanda xeyir yoxdur. Ən gözəli onun yanında olmamaq. Aydın dəziz qardaşlarım. Amma kimlər ki bu yolda deyirlər, nə gözləyir onları? Allah subhanahu İnnə ibadi leysə ləkə aleyhim sultan İllə mən ittəbəəkə minəl qavin. Görün, şübhəsiz ki, qullarımın üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlardan başqa. Baxın, əziz qardaşlarım, diqqət yetirin. Görün, kim adlandırır onları azğın? Allah subhanahu wa ta'ala. Kim şeytana uyursa, kim şeytanın yoluna uyursa, Allah subhanahu wa ta'ala adlanır onlar nə azğın. Sən də bax, Allahın yolundan, yəni ki, sapdınsa, yəni çıxdınsa, deməli kimin yoluna uysan şeytanın və sən də düşürsən o azmışların siyahısına. Allah qorusun. Ona görə bax, budur. Seç yoldur, bax yol budur. Allaha gedən yol və şeytanla Allah qorusun cəhənnəmə gedən yol. Gör hansını seçsən. Və daim özlərində işlə və bax gör ki, əgərlərim şeytanın yoluna uymusansa çəkin ondan. Və sonra növbəti ayədə bunu da oxuyaq. Allah'ın və innə cəhənnəmə ləməv'iduhum əcməin. Həqiqətən cəhənnəm onların hamısına vəd olunmuş yerdir. Kimlər? Kimlər şeytanın yoluna uyur? Kimlər azğındır? Bu da Allah qorusun hər birimizi. Yəni burada asandır qardaşlarım. Vallahi ki asandır, yaşayırıq. Allah subhanahu kafiri də dolandırır, dizdirir, övlad da verir. Düzdürmü? Sənin bir üçün o dünya nemətlərindən olması o deməkdir sən nemət içindəsən. Əsl nemət odur ki iman varlığı. İman varlığı. Əsl nemət odur ki sənin fəcr namazına məscidə gəlməyin. Əsl nemət odur ki sənin cəmaatla olmağın. Əsl nemət odur ki sənin bir qardaşın görəndə günaha düşən onu çəkindirməyin və əsl sənə o yaxşı dost olması da nədir? Odur ki, sən pisliyə gedəndə, yolundan sapanda, çaşanda, azanda səni o yoldan çəkən qardaşların.
Əgər bunlar varsa sənin yanında belə qardaşların, onlardan möhkəm yapış. Möhkəm yapış. Və odur, əlhəmdülillah, sələflərin yolu olubdur ki, Allahdan salih dostlar istəməsi. Bu. Allah daha doğrusunu bilir. Allah hər birimizi qorusun cəhənnəm odundan. Allah bizi bu aydan bağışlanan qullar kimi çıxarsın. Allah subhanahu ta'ala bizim ibadətlərimizi qəbul eləsin. Və Allah subhanahu ta'ala diləyirəm ki, Rəbbimiz sən dedin ki, dua eləyin, dualarınızı qəbul eləyin. Biz də sənə dua edirik və səndən dilərik ki, bizim dualarımızı qəbul eləyəsən, bizi bağışlayasan, bizi rəhm eləyəsən, bizim bu dünyada olan valideynlərimizə Allah xeyirli ömür versin, dünyasını dəyişənlər Allah günahlarını bağışlasın, Allah son millətimizə, xalqımıza hidayət versin, Allah subhanahu ta'ala ölkəmizi və başqa müsəlman ölkələrini fəsadlardan qorusun. Allah daha doğrusunu bilir. Subhanakallahumma bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və etûbu ileyk.